Cabbarov Elnur Zakiroğlu'nun adına yığışmışıq. Şəhidimizin adına yığışmışıq. Tədbir Laçın və Laçınlılar adlı sosial şəbəkədə, Facebookda Laçınlılar qrupunun təşəbbüsü ilə Laçın jurnalının, Laçın Info saytının, Qarabağ Media saytının, Laçın Film Production və İdeya Reklam təşkilatlarının dəstəyi ilə hazırlanmışdır. Tədbirimizdə Qarabağ qaziləri, şəhid ailələrinin nümayəndələri, münaqişələrdən əziyyət çəkən məcburi köçkünlər iştirak edirlər. Bugünkü tədbirimizdə Laçınlıları Azərbaycan Respublikası İli Məclisində təmsil edən millət vəkili Mahir Abbaszadə, icra hakimiyyətin nümayəndəsi Yaqub xanım iştirak edir. Bundan başqa bizim Laçın və Laçınlılar qrupunun bu tədbiri təşkil edən qrupunun üzvləri də tədbirə iştirak edirlər. İcaza verin, tədbirimizi açıq edir. Tədbirdir və həm də bütün Laçından şəhid düşən insanların adına bir hürmətdir, onların adını xatırlamaqdır. Laçından bildiyinizə qədər Laçın torpağı 92-ci ilin may ayının əsasən 19-unda erməni işğalçıları tərəfindən, onların davadağları tərəfindən işğal olunubdur. Bizim rayonun o vaxtda olan 60 mindən çox, 65 minə yaxın əhalisi Respublikanın 58-59 rayonunda məskunlaşmışlar. Və o dövrdə və ondan sonraki dövrdə Laçından bizim səbəblərimizə 200-dən çox deməli bizim şəhidlərimiz 264 nəfər şəhid vermişik. Xeyli insanlarımız əsir düşmüşdülər. Onlardan hələ bir çoxunun da taliyi məlum deyil. Bununla yanaşı əlil olan xeyli insanlarımız var. Din cəhazı arasında əlil olan, şəhid olan insanlarımız deməli, o şəhidlərin də bir xeyli hissəsi deməli, din cəhazı sırasından da yəni heç bir döyüş əməliyyatı olmadan erməni qulluqları tərəfindən qətl edilmiş insanlardır. Kətlərimiz xarab olubdur, bizim mənəviyyatımız düşmənə əsarətindədir. Bütün atalarımızın, babalarımızın qəbirləri bizə doğru olan, bizim üçün yaşam mənbəyi olan vətənimiz, torpağımız, gözəl Laçınımız düşmən işğalındadır. Bugünə qədər bu işğal davam edir. Çox da ki biz çalışırıq, dövlətimiz var gücünü, qeyrətini ortalığa qoyubdur. Buna baxmayaraq dünyada gedən prosesləri hamı bu dəqiqə
indiki 70-ci illər, 60-cı illər deyil. Hamı bu dəqiqə evində olduğu yerdə də dünyada gedən siyasi gedişatlardan xəbərdardır və proseslərin hansı yöndə getdiyini də bilirlər. Amma biz ümidimizi üzmürük və inanırıq ki, biz haqq olduğumuza görə bizim torpaqlarımız düşmən işğalından inşallah ki, Azərbaycan əsgərinin qüvvəsi ilə azad ediləcək və Elnur kimi bizim qeyrətli olanlarımızın qanı yerdə inşallah ki, qalmayacaq. Müəllim ki, fəaliyyətə başlayıb və 93-cü ildə, 93-cü ildə isə Laçın Rayoncu hakimiyyətin başçısı olmuşdur. Mən burada xatırlatma verim ki, mən o ailəni və atasını da yaxşı tanıyırdım, görmüşdüm. Hansı gözəl müəllimi, Səfərəvəmsə uşaq bağçasının müdirəsi idi. Çox müdrik bir qadın idi, çox gözəl bir qadın. Hamımız biz onu bizim evin yanından gəlib keçirləmişə. Geyini, gecini, ədəbi ərkanı, Allah ki, mən onu öz anamdan, mən yox, bütün Laçında tanıyanlar, hamısı onu görənlər, yəqin xatırlayırlar onun nurun sifətini. O qadın deməli, əsl Azərbaycan qadını idi, əsl gözəl bir xanım, xatın qadınıdır. Hamımız onu bir anamız qədər sevirdiyi uzun müddət uşaq bağçasının müdirəsi işləmişdir. Atası da həmçinin. Onu partiyadan bir nəsə çıxartdılar, deyimdə, yəni cəza vermək istəyirlər. O kinin gözündə necə yaş dökülürdü. Məsələn, o vaxtda mən Rahman bir özlüydüm və biz onu partiyaya qoymadı çıxsın. Çox təmiz bir adamdır. Bunlar hamısı dövlət üçün o yaşadıkları dövrdə xalq üçün çalışan bir ailənin övladları oldu. Elnur 22 fevral 73-cü il Laçın şəhərində anadan olubdur. Hamımız bilirik ki, Elnur hələ uşaqkən vətənə, torpağa, millətinə olan sevgisi hiss olunurdu. Çünki gələnək var. Mən bayaq dedim, o ailədən, nəsildən gələn gələnəkdir və onda da o gözəl şəkildə hiss olunurdu. 90-cı ildə Laçın şəhər orta məktəbi bitirdikdən sonra 91-ci il dekabr ayında xidmətə yolunan Elnur 94-cü il aprel ayında Laçın rayon polis şöbəsinin şəxsi heyətinə tərkibinə qatıldı və ən ağır döyüşlərdə Elnur deməli Laçın polisinin tərkibində düşmənə qarşı döyüşlərdə qəhrəmanlıqla iştirak edir. Laçın polisi bildiyimiz kimi Laçın alayı, Laçın polisi döyüşdə bir qəhrəmanlıq yolu keçmişdir. Biz bəzənləri bilirsin, populist düşünürük, bəzən mənim özümdə də çox olur. Elə bilirdik ki, kinolardan, filmlərdə olan, məsələn, Mixaylo qəhrəmanlığını və yaxud da Rusların, Sovetin vaxtında çəkilən o Asvajneniya, azadlıq filmi vardı, orada olan o qəhrəmanlar, biz elə bir filmlərdə olan kimi. Xeyr, əslində bizim gördüyümüz o, Laçında döyüşən uşaqlar elə əsl qəhrəmanlar. Qəhrəmanlıq heç də o filmlərdə göstərildiyi kimi deyil. Qəhrəmanlıq bir an olur. Bir an olur və o həmin anlamda bizim Laçın döyüşçüləri çox şərəflə, namusla, qeyrətlə deməli istifadə edərək oradan da əsl qəhrəmanlıq nümunələrini göstərmişlər. Tığır kəndi uğruna gedən döyüşlərdə yaralanan qəhrəmanımız, yəni Elnur Cabbarov sağladıqdan sonra yenidən Qayıqı qəsəbəsi xidmətində gedən döyüşlərə qatılmışdır. 1994-cü il dekabr ayının 28-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində kəndinin müdafiəsizləri düşmən gülləsindən tuş gələn deməli gəncimiz burada şəhid olmuşdur. Və bu günləri biz, mən bəyəkləri qeyd elədim, burada şəhidin anası iştirak edir, Zemfira xanımın Səfərəvəmsə zabdadır, buradadır. Bizim ona da çıxış verəcək, nə qədər ağır olsa da ana üçün öz övladının bir daha xatırı, yəni o ananın qəlbindən heç vaxt çıxmaz. Ana övlad itkisi, yəni heç vaxt çıxmaz ananın qəlbindən. Nə qədər ağır olsa da o da çıxış eləyəcək, biz ona çıxış verəcək. Burada indi onunla döyüşən polis işçiləri var, nümayəndələr var, Qarabağda döyüşən bizim qazilərimiz var. Ondan sonra arxa cəbhədə olan, o da bir döyüşür, orada olan insanlarımız var, oğlanlarımız, qadınlarımız var. Və burada da biz öz fikirlərimizi xahiş edirəm, lakonik və qısa şəkildə deyək ki, bəyək dediyim ki, vaxt məhdudiyyəti var, ona görə də biz. Həm də onunla qeydiyim bir xüsusilə burada xarakterikdir ki, deməli, Elnur Zakiroğlu Cabbarov, mən deyərəm ki, Azərbaycanda yeganə şəhiddir ki, o, deməli, böyük bir məmur övladı olmuşdur. Yəni, demirəm, məmurların hamısı. Azərbaycan Respublikasının Azər Hüsüvətin sədri vardı, Əhmədov onun oğlu. Əhmədov MTR-nin dəstəsində getdi, daş altında o şəhid oldu, milli qəhrəmandır. Adı üzr istəyir. Riyad Əhmədov. Yəni, belə insanlarımız da olubdur və Elnur da o oğlanlarımızdan biridir. Atası da Laçın rayonunun icra hakimiyyətinin başçısı olub. Döyüşçü yoldaşı var burada onu Xəyyam, Nəsirov Xəyyam, biz indi ona da söz verəcəyik və
xahiş edirəm çıxışlarımızda yəni o igidimizi, o şəhidimizi yad edək və işimizi elə planlaşdıraq ki, yəni ürəyi istəyən insanlarımız çıxış üçün sözü də mən birinci Xəyyama vermək istəyirəm. Çünki Xəyyam bizim hamımızdan çox onunla bir yerdə olub, təmasda olub, başlıq eləyibdir, dostluq eləyibdir. Xəyyam Nəsrova söz verirəm. Buyurun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Elnur haqqında danışmaq mənim üçün ağırdır. Həm də ona görə ağırdır ki, mən orta məktəbdən tapmışam. Və biz bir yerdə oxumuşuq və bizim uşaqlıq illərimiz də bir yerdə keçibdir. Və birlikdə o Laçında o xoş günləri, o heç vaxt yaddan çıxmayan o uşaqlıq illərini biz birlikdə keçmişik. Və daha sonra biz Elnurla yeri olub ki, yerli özünü müdafiə batalyanına olan Laçın alayında başladıq hərbi xidmətə. Və hamımız da məlumdur, Laçın alayı yaranan gündən Ermənistanla sərhəddə mənfur düşmənlər üzrə dayanmışdır. Və Elnurla mən bağışlayla həyata keçirəm biraz, yəni köhnə biraz xatirələri yada salmaq çətin olur insan üçün. Və daha sonra Laçın işğalından sonra biz Elnurla Kəlbəcər istiqamətində Laçın əməliyyatı başladı və o döyüşlərdə iştirak elədik. Və Laçının Borçlu kəndindən tutmuş Ziyeti kəndinə qədər demək var ki, o kəndlərin hamısının alında biz Elnurla ikinci-ikinə getmişik. Elnur Tıxış kəndində hətta yaralandılar. Daha sonra bizim döyüş yoldaşlarımız və yaxud da qeydlərdə Elnur rəhmətli Zakir müəllimin oğlu olub. Zakir müəllim, Allah rəhmət eləsin orada, bizim rayonun birinci icra bankası olubdur. Və onun uşaqlar hərdən ona zarafat edirlər ki, sən burada nə gəlirsən, sən bir vəzifəli bir adamın olursan da, yəni sən burada biraz açığı hamımıza da qəlbə gəlir ki, biraz vəzifəli adamın olub, gəlib birdən burada çimçiyinə necə döyüşür. Hətta Elnur bir neçə dəfə də rəhmətli biraz əsəbləşdi və uşaqlara acığı getdi ki, xahiş edirəm bir də o sözü mənim üçün işlətməyin. Və ondan sonra, o zarafatdan sonra da heç kəs ondan elə zarafat etmədi. Və daha sonra, o yaralandan sonra çox uşaqların əksəriyyəti elə fikirləşirdik ki, Elnur daha qayıtmazlar cəbhə bölgəsində, amma hər şey tərsinə oldu və rəhmətli. Bir də onu yanımızda görəndə sonra təkrar çoxumuz gözlərimizə inanmazdı ki, o qayıdıb gəlibdir. Və daha sonra biz rəhmətli Elnurla Füzuli istiqaməsində gedən döyüşlərdə iştirak elədik. Və Elnur orada Cəbrayıl rayonunun Coduq Mərcanlı kəndində şəhid oldu. Və o şəhid olan postda bizim orada bir gözəl bir bulaq var idi. Və o həmişə o bulağın suyundan içəndə deyirdi ki, vallahi mənim qınamı elə bil ki, bu su elə bil ki, Laçından gəlir. Yəni, həqiqətən də biz o bulağın suyundan içəndə elə bilirdik ki, o həqiqətən Laçının suyudur. Çünki hamımızın içimizdə bir ümid vardı ki, bu gün sabah biz Laçına qayıdacağıq. Və mən arzu edirəm ki, bizim o ümidimiz heç vaxt sönməsin və biz bu ağır yükü özümüz həll edək və bu gələcək nəsillərə qalmasın. Çünki gələcək nəsillər də kimdir? Hamısı bizim öz övladlarımızdır və biz onsuz da bu müharibəni görmüşük və ən yaxşı, ən gözəl olar və şəhidlərimizin də ruhunda şad olar ki, biz özümüz onların qisasını alaq. Çox sağ olun, Allah bir daha rəhmət eləsin. Azərbaycan milli qəhrəmanı, bizim həm yerlimiz
rəhmətli şəhidimiz Fazil Mehdiyevin atası Ümid kişiyə verilir. Bizə söz verdiyiniz üçün. Mənim atam da buradadır, anam da buradadır. Ancaq atamın səhətində problem olduğu üçün yəni icazəsini aldım. Sizdən də icazə alıram, icazə verməm də sözlərimi. Buyurun. Yoldaşlar, mən çox danışmaq istəmirəm. Heç kimi də vaxtını almaq istəmirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bütün dünyadan köçənlərimizə rəhmət eləsin. Mən bir onu demək istəyirəm ki, bizim torpaqlarımızın 20%-dən çox işğal olunur. 86 milyon kvadrat kilometr torpağımızın ərazisi neçə illərdir ki, mənfur düşmən ermənilər tərəfindən tapdanılır. Bizim haradasa bir Laçınlı kimi, bir Azərbaycanlı kimi hamının çəkdiyi o istirab, o fikir, yəni bizim də ailədən geri qalmayıb. Mən yenə rəhmət diləyirəm bütün şəhidlərimizə. Mən, nəinki mən, bütün Azərbaycan xalqı, hamımız əminik ki, Laçının bir qarış olsun torpağı yerdə qalmayacaq, düşməndə qalmayacaq. Bizim Ali Baş Komandarımız var. Bizim ulu öndərimizin ümumi yaddaşa vurulmuş, yazılmış bir sözü var. Biz fəxr edirik ki, biz Azərbaycanlıyıq. Şəxsən mən də fəxr edirəm ki, mən Laçınlıyım. Sağ olun, çox vaxtımda almaq istəyirəm. Allah hamımızın canını sağ eləsin. Bu yeniyetmə oğlanlarımız ki var, hansı ki, üzr istəyirəm hamıdan, mənim də oğlum var. Onu Laçınlı kimi böyütmək lazımdır. Laçınlı oğlu kimi böyütmək lazımdır. Bugün Laçınlıdan soruşanda ki, bizə bir iş yoldaş gəlmişdi, deməyəcəm hansı rayondandır. Rayonun işğal gününü soruşurlar, həmin rayonun vətəndaşından, yer yetməsindən. Kişilər, o öz rayonunun işğal gününü bilir. Yəni, bunun üçün də birinci sinifdən lazımdır ki, həmin uşaqlara Laçını, Xocalını, Qubadını, 11 rayonun, 12 rayonun hamısını əl-baş kitabına salmaq ki, belə bir rayonlar olur, belə bir şəhidlər olur, belə bir kişilər olur. Sağ olun, vaxtınızı çox almaq istərim. Çox sağ olun. Vətən uğrunda şəhid olmuş, hər günümüz üçün doğma olan yerlərimiz, övladımız, qardaşımız, Elnur'un bu günlə toplaşmışıq. Bugün mən burada Laçın rayon İcra Hakimiyyətinin nümayəndəliyi adından çıxış edirəm. Əvvəlcə bildirim ki, üzürlü səbəbdən, yəni bilirsiniz ki, bizim əsas mərkəzimiz Ağcabədi Taxta Körpüdə yerləşir. İcra başçımız Bakıda olmadığı üçün bu tədbirə qatıla bilmədi. Ona görə də mən onun ürəkdən geçən sözlərini onun özü qədər çatdıra bilməsəm də, bütün kollektivimiz adından, şəxsən Hakim Səlimovun adından, bütün rayon ictimaiyyəti adından onun ruhuna rəhmət diləyir və ümid edirik ki, nəinki torpaq uğrunda ölən bütün şəhidlərimizin qanı yerdə qalmayacaq və biz o doğma yurtlarımıza qayıdıb, onların əbədi abidəsini məhz öz torpaqlarımızda, doğulub boya başa çatdığımız torpağımızda ucalda biləcəyik. Hal-hazırda dəqiq mənbəyimizə görə 304 şəhid ailəmiz var. Yəni onların bir çoxları itkin statusu var, amma yəqin ki bilirsiniz, bir neçə, 5 il, daha sonra 10 il müddətindən sonra onlara şəhidlik statusu verilir. İnşallah ümid edək ki, o itkin olanlarımız da hansısa gün qayıda bilər. Yəni Allahın köməkliyi ilə torpaqlarımız alınandan sonra da olsa, heç olmazsa biz o insanları görmək imkanımız olsun. Yüzlərlə, minlərlə məzarlarımızı qoyub gəlmişik. Həmin məzarlar hər birimizin şəhid məzarlarıdır. Bugün şəhidlər xiyabanda uyuyan Laçınlılarımız var. Biz burada ayırmırıq. Vətən hamımızın, bütün Azərbaycanındır. Ölən şəhidlərimiz də hər birimizdir. Tədbirdən əvvəl şəhidimizin anası Zəhra xanımla danışırdım. Deyirəm ki, o təkcə sizin deyil, hər birimizdir. Bu həqiqətən belədir. Mən üçün, şəxsən özüm üçün səlahiyyətdən asılı olmayaraq bir Laçınlı kimi çox böyük ürək ağrısı keçirirəm. Yəni onlar yaşasaydılar, kimlərsə cəmiyyətimiz üçün yararlı ziyalılara çevrilə bilərdilər, var olardılar. Ancaq bugün onların çatdığı zirvə yaşayarkən xidmət edənlərin
tutduğu zirvələrdən hər biriniz təsdiq edərsiniz ki, qat-qat yüksəkdədir. Nəinki olmur, hər bir Laçınlı şəhidimizin qarşısında mən şəxsən baş əyirəm. Və ümid edək ki, onların ruhu, nigaran ruhları rahat olacaq. Və bugün hər birinizin ürəyində olan, burada çoxlarınız var, hər birinizi mən şəxsən tanıyıram, yəqin bunu özünüz də təsdiq edərsiniz. Fərqi yoxdur, birinin qardaşı, birinin dostu, birinin əmsi oğlu, birinin dayısı oğlu, birinin atası. Yəni, bu hər birimizin şəhidlərimiz bugün anılır. Bu tədbiri təşkil edilənlərə ürəkdən təşəkkür bildiririk. Laçın rayon icra hakimiyyətlərindən ki, təşkil edilmişsiniz. Yəni, ən böyük insan üçün var olan bir məntiq var, unutmamaq. Bugün biz kimlərsə unutmursa, sabah yəqin ki, bizi unutmayacaqlar. Və anılması və bu böyük şərəfə layiq olan insanları daim anmaq bizim mənəvi borcumuzdur. Bütün şəhidlərimizin ruhu şad olsun. İnşallah, ümid edək ki, hər birimiz, mən həmişə çıxışlarında deyirəm, qoyun çadırlar qurulsun, qazmalar qazılsın. Yəni, şərt deyil ki, biz rahat şəraitdə yaşayaq. Amma Laçına xiyalım da olsa qayıdaq və bu torpaqda birinci, həmin şəhidlərimizin o bəşəri abidəsini ucatmağa nail olaq. Bu Tanrı hər birimizə yaşından asılı olmayaraq, çəkdiyimiz əzablar xatirinə, analarımızın göz yaşı xatirinə heç olmazsa biz onu qismət eləsin. Laçında görüşmək arzusuyla. Sağ olun. Torpaqlarımız işğal edilibdir, torpaqlar bilirsiniz ki, maddiyyatdır. Əgər erməni düşmən tərəfi o maddiyyatı gerçək işğal eləsə, o işğal heç vaxt saxlaya bilməz axıra qədər. Bunlar bizim mənəviyyatımızla işğal eləməyə başlayıblar. Artıq bizim mətbəximizi, musiqimizi, tarixi abidələrimizi, keçmişimizi, tariximizi işğal eləmək yönündə çox iş aparlar. Buna qarşı sifət olan, buna qarşı ciddi mübarizə aparan bizim həm yerlimiz, deməli, Faik müəllim İsmailov, deməli, abidələrin, işğalda qalan abidələrin qeyri-hökumət təşkilatının rəhbəridir. Mən istəyərdim, onu da biz dinləyək. Söz verək, professor, PNK Universitetinin kafedra müdürü, tarix elmi doktoru, bizim hörmətli həmyerimiz, ziyalımız. Ondan fərq etmək lazımdır. Biz Laçınlılara, bizim dostlarımız, Azərbaycanlılarımız, qonşularımızın verdiyi qiymətə görə deyirəm. Bugün ona görə də Elnur Cabbarovun timsalında bütün şəhidlərimiz barədə, bütün düşənlərimiz haqqında belə qürurla danışmağa yeri var. Bugün mən çox sevindim ki, bu zala gələndə, tədbir başlananda hörmətli Qəzənfər müəllim. Bu tədbiri belə bu təmtəraqla keçirilir. Bunu keçirənləri mən alqışlayıram. Onlara çox sağ ol deyirəm ki, bəli, şəhid onda zirvədə oluşur. Vətən uğrunda döyüşən onda zirvədə oluşur, o anılır. O yad edilir. Bu anın tədbiri Elnur Cabbarova da və digər o 264 şəhidimizə də bugün aiddir və onların hər biri düşəndə bax belə dəyərləndirilməlidir. Mən də vaxtı çox almaq istəmirəm. Sözün həqiqi mənasında Laçınlılar Laçın uğrunda nə bacardılar etdilər. Hər bir adam. Bir dəfə mən televiziyadan çıxış edirdim. Canlı müsahibə idi. Yerdə mənə sual verdilər ki, niyə qaçdınız, Laçını niyə boyut etdiniz? Mən birbaşa oradan cavab verdim ki, axı bu cür xalqı hər bir o qəhrəmanı ittiham etmək olmaz. Bəs Laçın görür ki, Laçını Əliyalın axıra qədər döyüşür, axıra qədər dözür. Amma görür ki, müəyyən xəyanətlər, müəyyən ordu gedirsə, tank gedirsə, top gedirsə, demək istəyirdiniz bütün 65 min, 60 min əhalidə girov düşə, əsir düşə. Yəni, biz nə lazımdır etdik? İki elə təkcə bizim ailədə 4 nəfər müharibə veteranı var. Laçınlıların hər birisi, mən deyərəm ki, şəhid olanı da, olmayanı da elə o müharibənin veteranıdır, iştirakçısıdır. Mən doğulduğum Cicimli kəndində, Bakıdan cəbhə bölgəsinə gedəndə heç vaxt qalmamışam, burada gizlənməmişəm. Ora gedəndə axşam gördüm ki, mən Ağsaqqal abisələrdən üzr istəyirəm. Gördüm, gör üzr tərəfdən atırlar. Doğrudan vahimələrdən ətəz alınlardı. Gördüm, gəldimiz də, hətta digər qardaşlarım təbii ki, o saat formaların geyindilər, çıxdılar yuxarı. Yalın təpəsinə ki, bu gör üzr tərəfdən atılır, bu filan tərəfdən. Yəni, bunun qadını da, uşağı da, böyükü də bu cürdür. Mən nə demək istəyirəm? Bəyək çox yaxşı deyildi. Gəlin övladlarımızı, hətta elə yaşlılarımız var ki, onları Laçınlı kimi böyüdək, Laçınlı kimi tərbiyə edək.
xeyrimizdə də, şərimizdə də gəlin Laçını, Qarabağımızı, işğal olmuş ərazilərimizi yaddan çıxarmayaq. Əzəl müftədəmiz bu günləri torpaqlarımıza qayıtmaq olsun. Onda biz məqsədimizə çata biləcəyik. Dünya neynəmək olar ki? İkili standartlar var, bəlkə də çox standartlar var. Bugünkü belə bir haqsızlıq olan yerdə, haqq ilə haqq yerini dəyişən yerdə, amma inanırıq ki, tezi var, geci var. Biz hamımız bir olsaq, biz Laçınlılar necə olmuşuq bugün də öndə getməklə, öndə durmaqla inanın ki, bugün dövlət başçımız, ölkə rəhbəri istənilən xarici səfərlərdə, istənilən görüşlərdə Azərbaycanı çox layiqincə təmsil edir. Və təmsil etdiyi görüşlərdə həmişə işğal altında olan ərazilərimizin azad edilməsi məsələsini qoyur. Ən aşağısı bunlar vurgulanırlar. İnanıram ki, sülh yolu hələ tükənməyibdir. Amma biz Laçınlılar elə dinç dövrdə də, bugünkü dövrdə də müqavimət göstərməyə də torpağımızı, evimizi, sərhədimizi qorumağa hazırıq. Və bugün də biz buna hazır olmalıyıq. Lazım gələrsə və Allah qoysa, gələn vaxtda biz sözümüzü gücümüzlə, silahımızla, əskərimizlə deməyə hazır olmalıyıq. Bir daha, mən Elnur Cabbarov, onun göstərdiyi igidlik qarşısında baş əyirəm və onun timsalında Laçından olan bütün o şəhidlərimizin qarşısında, bölgüsünü demirəm, Azərbaycan şəhidləri qarşısında baş əyirəm və inanıram ki, bunların o tökdüyü qan yerdə qalmayacaqdır. Biz torpaqlarımızı işğaldan azad edib, o şəhidlər xiyabanından düşəndə, doğma Laçınımızda olanda bir daha deyəcək rahat yatın. Artıq sizin zəhmətiniz, tökülən qanlarınız yerdə qalmayıbdır. Onda biz tam rahat olacaq və inanıram ki, bugün də uzaqda deyil. Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyirəm və doğma Laçınlarıma da həmişə belə bir olmağı arzu edirəm. Sağ olun. Allah bizim vaxtımız bəyək dedim qısadır. 25 dəqiqədən vaxtımı xahiş edirəm. Çıxışlarda bunu nəzər alırsınız. Çıxış üçün söz bizim həm yerlimiz, Respublikada tanınan deməli hüquqşünas Afşar Hüseyin, həm də Qarabağ qazisi Afşar Hüseyin olur. Həm yerlilər, əziz Laçınlı qardaş və bacılar, mən də fürsətdən istifadə edərək Elnurun və Elnurun timsalında bütün şəhidlərimizin ruhu qarşısında baş verirəm. Elnurun anasının və bütün şəhid analarının qarşısında baş verirəm. Bu tədbiri keçirməkdə məqsədimiz ondan ibarət idi ki, bir daha Laçınlı olaraq bir-birimizlə ünsiyyət edək, problemlərimizdən danışaq və belə deyək, məqsədlərimizi bir daha dəqiqləşdirək. Bu tədbirin təşkilatçıları sırasında Dövlət Media saytı var, Laçın və Laçınlılar Facebook qrupu var, Laçının Info saytı var, Laçının Yurdu jurnalı var və başqa təşkilatçılar var. Bax, bu təşkilatçılarının hamısının məqsədi diqqətlə biz nəzər yetirsək görərik ki, əsas məqsəd, başlıca məqsəd Laçındır. Bütün o fikirlərin, ideyaların, hətta belə deyək, vətənpərvərliyə aidiyyəti olmayan nələrinsə arxasında, axırında bir iri hərflərlə bir Laçın sözü yazılır. Mən düşünürəm ki, məhz belə olmalıdır. Bəzən çox təəssüf ki, fikirlər yayılır ki, Laçınlılar ya döyüşmədilər, ya lazımi dərəcədə döyüşmədilər. Amma burada xatırlandı şəhidlərimizin sayı və mən əminliklə deyirəm ki, Laçın şəhidlərin sayı heç dəqiq deyil. Nəyə görə? Laçında doğulan, yaxud da Laçınlı valideynlərdən doğulan, heç Laçını görməyən və Laçında şəhid olan bizim qardaşlarımız var. Onları da yığanda görürük ki, bizim şəhidlərimizin sayı kifayət qədər böyük bir rəqəmlə ifadə olunur. Ona görə də hətta statistikaya baxanda, baxın, Laçında Laçınlılardan ibarət nə qədər ayrıca hərbi qruplaşma var idi. Böyük bir heyətlə Laçın polisi, 811 sayılı hərbi hissə, 713 sayılı hərbi hissə, 701 sayılı hərbi hissənin tərkibindəki digər, briqadanın tərkibindəki digər birləşmələr, nə biləm, Güləbirtdə batalyon və s. Bütün bunlar göstərir ki, Laçınlılar doğrudan da silahı sarılmışlar. Ancaq çox təəssüf ki, biz çox ağır bir fakt qarşısındayıq. Həmin fakt da budur ki, biz Laçında deyilik.
Bu acı bir faktdır və bu faktı bizim tərcümə halımızdan, Laçının tərcümə halından, Azərbaycanın tarixindən silmək üçün hər cürə imkanlar araşdırmaq lazımdır. Bu elə bir məsələdir ki, burada heç kəs güzəştlər getməməlidir. Və adını çəkdiyim o istər internet media qurumları, istərsə də o jurnal, qəzet və s. Daim həmin qurumlarda vətənpərvərlikdən söhbətlər açılır. Xüsusən yeniyetmələrə, gənclərə yönəlik təbliğat xarakterli materiallar olur. Burada sıralarımızdan müəllimlər var. Mən maraqlanmışam, orta məktəblərimizdə doğrudan da buna xüsusi diqqət yetirilir. Hətta rayon rəhbərliyi səviyyəsində məktəblərə gedilir. Orada xüsusi vurgulanır ki, Laçınlılar sırasında döyüş ruhu, vətənpərvərlik ruhu yüksək səviyyədə qorunub saxlanmalıdır, artırılmalıdır, davam etdirilməlidir. Və vaxtını çox almaq istəmədən bir tarixi faktı mən həmişə təkrar edirəm və bundan sonra təkrar edəcəm. Deməli, qədim Romada o Karfagen dağılmalıdır məsələsini siz eşirsiniz. Mən onu xırdalamaq istəmirəm. Laçınlıların da qarşısında belə bir şuar olmalıdır. Biz Laçına dönməliyik. Bütün çıxışlarımızı, bütün fikirlərimizi, bütün ideyalarımızı, bütün işlərimizi ən yekunda bununla bitirməliyik. Biz Laçına dönməliyik. Sizi inandırıram ki, əgər bu fikrimizdə, bu düşüncəmizdə balaca bir tərəddüd olsa, balaca bir kənara çıxmalar olsa, onda hər şey tamam başqa bir olacaq. Amma bizim ısrarımız olsa, bizim istəyimiz olsa və bu istək uğrunda hər bir Laçınlı, hər bir Azərbaycanlı davamlı mübarizə aparsa, biz doğrudan da Laçına dönəcəyik. Və Laçına dönmək o demək ki, biz bütün Qarabağın hər yerinə dönəcəyik. Çünki Laçın Qarabağın arxasındadır. Və yenə də mən bu şəhidlərimizin ruhu qarşısında boş əyərək, hər kəsə rəhmət diləyərək, indi şəhidlərimizin xeyrisində sadağa edərəm, özümdən çiyin-çiyinə olmuş, məsələn, rəhmətlik Vaqif Quliyev, Polat Bəylərov, məsələn, çoxlarını seç bunları tanımırlar. Taşki və digərləri çoxdular. Ondan vaxt almaq istəmirəm. Bütün bunların ruhu qarşısında baş əyərək bir daha demək istəyirəm ki, biz Laçına dönəcəyik. Sağ olun. Faik müəllim dəsən yoxdur. Çıxış üçün söz Laçın alayının komandiri olmuş Qarabağın uğrunda gedən həm siyasi, həm də hərbi mübarizədə öncüllərdən olan Arif Paşayevə verilir. Bir tek yorumlara bak. Babuşov, Bahadır Bey mənə dedi. Ama yolsu verdim, xəbər yox. Mərasım çox doğrudur. Məram edir. Hamıca millətlərinin təşkil edildiğini de görür. Və biz Rahab bəyini söhbət edik, bəli gələn kimi. Elnur bəy bizim sabiq icra başçısı rəhmətli Zakir Cabbarın olaydı. Mən onlara qonaq gəlmişdim. Onun qardaşının bir döyük bölgesində. Dedim, bəs bizə say yedir, dedim, rəhmətlik. Dedim, sənin oğlum buradadır. Amma hamıdan qabaq döyük bölgesində olmalı, icra başçıyım. Ertəsi gün Elnur yola düşdü və bir neçə gündən sonra biz onu bölümə xəbər etdik. Yəni, təhəbbüs ölməklə. Və bu ailə çox ləyaqətli bir ailə idi. Mən çox əksənim onun əsasında, nəslində. Mən orada görüşməyə yerində asılı bəlsisində kompleks vardı. Çünki mən Zenfir abadının üzünə necə baxacağım fikirdim ki, mən bağışkar oldum, mən dedim. Amma mənlə görüşəndə dedi ki, heç gözdən yaşayalım, dedi, oğul vətənçidir. Və mən çox şəram ki, mən bugün mənim mənsub olduğum torpağın belə ləyaqətli insanlar var. Vəzifə fərqi olmadan, siyasi dünya baxışı fərqi olmadan Laçınlar bir toplum idilər. Və biz bunu hər edə sübut etmək ki, biz məhz heç bir siyasi fərqi olmadan, vəzifə fərqi olmadan biz vətənlə savaşdıq. Mən bu yaxında bir şey oxuyuram. Aynəsindən verir ki, əgər Laçınlar işğaldan çorbadan çıxmasaydılar, partizan müharibəsi təşkilən müşküldür və indi bizim hökumətimizin Ermənistanla danışıb daha asan müstəvidə olardı. Çox səhv yanaşmalıdır və orada mən bir şey dedim ki, Laçından Dağlıq Qarabağın Ermənistanı birləşdirən yol Laçından keçirdi. Bu nə Naxçıvandan keçirdi, nə Tovuzdan, nə Qazaxdan. O yol məhz oradan keçməlidir və onun da əsas hədəf oraydı. Əgər o Laçından yox, başqa birini keçərsə,
işğal olunca həmin olmalı. Və cəmaatımızı bununla aşağılayırlar. Eləsə ki, bizim cəmaat döyüşən demiş kimsə daha fövqəladə qüvvə və istedadlı maaşdır. Laçın cəmaat şərəfli cəmaatdır. Laçın cəmaat döyüşən cəmaatdır və bunun tarix boşluq edir. Mən əminəm ki, Laçın belə olanlarla, bugün bizim hamıza təhqirdir. Laçın belə olanlar var, amma Laçın çox təşkil olsun ki, bugün işğaldadır. Və mən əminəm ki, Laçın öz olanlarla, Laçın o cümləmin Azərbaycanın qeyrətli olanlarla Laçın geri qaytarmaq üçün faiz göstərəcək. Və mən bunun özəllərini gördüyüm ki, əminəm ki, Laçın nə vaxtsa yenə bizim Dədəbalı torpaqlarımızın bir hissəsi olaraq, müqəddəs ulu yurdumuzun bir hissəsi olaraq yenə Azərbaycan torpağının, Azərbaycan xalqının suveren torpaq torasıdır. Hamıza minnətlərimi təşkil edirəm. Sağ olun. Üçün ən ağır günlərin birində Laçın rayon icra müdürü rəhbərlik eləmiş, o çətinlikləri çiynində daşıyan, əziyyət çəkən bizim həmyerlimiz Azər müəllim, buradadır Mamidov Azər. İstəyərdik ki, o da öz xatirələrini danışsın. Bizim üzərimizə düşən vəzifə elə onları yad eləməkdir, onların ruhlarını şad eləməkdir, onların yerdə qalanları incidir, qanları yerdə qoymaq. Biz çox vaxt deyirlər ki, Laçın satıldı, ya filan satıldı, mən bu fikirlə razı deyiləm. Yəni, mən hadisələrin içində olmuşam. Bizim əsas məğlubiyyətimiz, bugün biz məğlub. Biz qalib olsaq, mənə gəlir ki, şəhidlərimizi daha ruhşad olardı ki, onların qanı yerdə qalır. Hələ ki, bu borç qalıb bizim üstümüzdəki, biz onların qanlarını gərək, necə deyir, şəhidlik, onların qisasını alaq, onların şəhid olmasının, üzr istəyirəm, yəni onların yerdə qalmamalıdır, onlar bizim yolumuzda şəhid olublar. Bugün uzun müddət keçirdi. O dövrdə çox böyük problemlər var. Ölkəmiz təzə müstəqilliyi əldə eləmişdi. Bizim məğlubiyyətimizin əsas səbəbi oydu ki, biz hazırlaşmırdıq. Biz erməniyə düşmən kimi baxmamışdıq. Bizim içimizdə olan humanistlik, Azərbaycan xalqının içində humanistlik, ən böyük məğlubiyyətimizin səbəbi oldu. Mən şəxsən orada tutulan əsirlərin döyülməsini, onların işgəncə verilməsini qoymur ki, insan. Ancaq sonradan hiss edirsən ki, doğrudan ermənilərdə o insanlıq hissləri çox az olur. Biz Laçında inanmırdıq ki, ermənilər haradasa doğrudan da gələr, buraları işğal eləyər və bu günə biz düşərik. Bizim oynamımız olmamalı. Ermənilər uzun müddət bu gün üçün, o ərazilər üçün mübarizə aparıblar, hazırlaşıblar. Amma biz 91-ci ildə mübarizə müstəqillik əldə edəndən sonra ərazi müdafiə batalyonları yaratdıq və Laçın başladı öz ərazisini qorumağa, Qubadlı başladı öz ərazisini. Bu böyük səhvliyi oradaydı. Mən döyüş postunu qoyub, pək postunu qoyub qaydaram, Bərdə batalyonun qabağını kəsdim ki, hara gedirsiniz? Dedilər ki, biz niyə Laçının ərazisini qorumalıyıq? Təsəvvür edeyim, əskərin şuuruna bax ki, Laçının öz ərazisi sahibdir. Kəlbəcər, Laçın işğalı olur, Laçının kəndləri aşağı tərəf qorçu zonlar, oralar boşdur. Kəlbəcərlilər öz sərhəddində səngər qazırlar. Deyirəm, niyə burada qazırsın? Deyir, bizim sərhəd buradır. Deyirəm, mən burada sizin sərhəd deyil, Azərbaycan sərhədinə gedir. Nə olsun ki, Laçındır? Heç olmasa gedib o işğal olmayan kəndləri heç olmasa qorumaq lazımdır da. Deyirlər, yox, bizlik deyil. Yəni, məğlubiyyətimizin əsas səbəbi bizim bu müharibəyə, ermənilərin uzun müddət hazır olmamağımızdır. Təzə bir yeni hökumət yaranmışdı, o qanunlarımız yox idi. Kambirik hətta fikirləşirdi ki, bu hərəkət eləsin, deyləsin, elə bir qanunu proseduralar yox idi. Laçınlar, orada olan Laçınların hamısı qəhrəmanlıqla döyüşürlər. Hər biri, o torpaqda olan, Burşanın hər biri bir qəhrəmanı. Allah hamısına rəhmət eləsin ölənlərimizə. Ruhları şad olsun. Qismət olsun, İnşallah olacaq da indi hiss olunur, ordu quruculuğuna neçə illər də hazırlıq gedir və indi gəlib bu məsələ, indi məlum ki, indi bizim hərbi imkanımız imkan verir ki, biz torpaqlarımızı azad eləyək və bu baxımdan son dövrlərdə bizim gözləmə yox, sərhəddə bilirsiniz, tez-tez atışmalar var, tez-tez ermənilərə qarşı təzyiq, onlar öz vacibdir. Mənə gəlir ki, elə bu torpaqlarımızı alma uğrunda ilk qılıncımlar başlayıb ki, erməniləri diş qoymaq yolda sakit olsun. Hətta mənim fikrimin o keçir ki, bir partizan dəstəsi ola, gerək onların orada dinç yaşamasına da imkan verilməyək. Yəni, orada kəndlərimizdə dinç yaşayıb, belə sərbəst orada gəzməklərini, onlar gəlir qorxu, xof içində olar. Sərhəd boyu xofçilik yaradılır. Allah Elnur
Cabbarova, onun kimi şəhid olan bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun. Və qismət olsun, yaxın müddətdə biz torpaqlarımızı azad edəyək, onların da ruhları sevinsin. Sağ olun. Onların ruhuna böyük qiymət verilən, büyük buraya yığılan insanlar. Mənə yəni ki, yəni çağırılanlar budur. Bütün Laçın elində xəbər verirsə, hamısı yığılardı. Yəni şəhidlər üçün bura, bu ən böyük qiymətdir. Sağ olun, var olun. Sağ olun. Facebook səhifəsində çağırış edilibdir. Oxuyanlar, bəli, oxuyanlar hamısı oxuyublar. Kimin imkanı var, gəlir. El adam var ki, gecə də maziyən geliyiblər. Mənim səhifəmə, Facebook səhifəmə yazıblar ki, bəs üzrə hesab edin. Başqa bir tədbirimiz var, rayondayıq, başqa yerdəyik. Yəni onları da biz burada hesab edirik. Yəni imkanı olan insanlar gəlib, yetərli üzərində gəliblər. Təmsil müxtəlif insanları, müxtəlif ailələri, müxtəlif kəndlərimizi, təbəqələrimizi təmsil edən yetərli üzər insanlar var. Çox sağ olun ki, gəlmişsiniz. Mən istəyərdim ki, Faiq müəllim, o Faiq müəllim burada olmalı və bizim dəyərli jurnalist, araşdırmacı jurnalistimiz, Laçın sevər bir gəncimiz var, bu tərəfdən yoldaşım. Sözü verim ona. Bəli, döyüş davam edir. Səngərdən səslər yenə eşidilir. Hələ bu yaxınlarda qırıcımıza atılan bomba, deyərdim, Alxanlı kəndi ətrafına düşdü, darmadağın edir. Və nə yaxşı ki, kəndə düşmədi. Və bunun qarşısında dayanan Laçın oğulları var. Digər bölgələrdən qeyrətli, vətənpərvər oğulları var. Və inanıram ki, bugün də məclisimizə yığışanlar hamısı elə vətənpərvərlərdir. Qəlbində vətən sevgisi olmayan insan vətəndaş deyil. Sizi bura gətirən, sizi bura toplayan da o vətənpərvərlikdir, o sevgidir və hər birinizin baxışında, duruşunda, yerişində hiss olunur və nə yaxşı ki, sizlər varsınız. Və hər birinizə təşəkkür edirəm. Bugün Allah şəhidimizə qəni-qəni rəhmət eləsin və hər birinizdən xahiş edirəm ki, gəlin bütün şəhidlərin ruhunu bir dəqiqə yad edilir. Allah rəhmət eləsin. Didərginlik damğası alnımıza vurulandan bəri mən Azərbaycan Radiosunda vətənpərvərlik mövzuları ətrafında öz fikir mübadiləni aparıram. Və mənə yaşdaş olan və mənə dost olan tanınmış bir rejissorumuz da var ki, mənimlə çiyin-çiyinə bu işlərin öhdəsindən gəlməyi bacarır və bugün həmin rejissorumuz da burada Anar müəllim, Anar Tofiq Fuad. Anar Tofiq Fuad Laçınlı deyil. Bütün Azərbaycanlıdır, bütün Azərbaycanlıdır. Ayın 24-də və təəssüf ki, bugünə təsadüf etmədi, FM 105 radiosunda hazırladığımız şəhidimiz haqqında verilişimiz ayın 24-də saat 15:05-də yayınlanacaq. İnanıram ki, hər biriniz dinləyəsiniz. Və bayaqları şəhidimin silahdaşı Xəyyam Nəsirov burada çıxış edəndə dedi ki, bir bulaq başında həmişə oturardıq. O bulaqdan şəhidimiz su içərdi, Laçının havasını, Laçının suyunu xoşlayırdı və deyirdi ki, bu ona bənzəyir. Və həmin bulaq başında da həmin şəhidimiz, daha doğrusu Elnur şəhid oldu və onun rəmzi qəbri, bəlkə də çoxlarımızın bundan xəbəri yoxdur, rəmzi qəbri bugün də həmən orada, həmin o bulaq başında durur. Cocuq Mərcanlı, Alma bağından yuxarı bulaq başı, 1994-cü il. Bir daha şəhidlərimizə Allah qəni-qəni rəhmət eləsin və mənim bir təklifim var. Əziz Laçınlılar, bugün Azərbaycan haqqında, ümumiyyətlə vətənpərvərlik haqqında, vətənpərvərlik mövzularına çox yer verilir və Laçının qeyrətli oğul və qızları da bu sahəyə geniş yer ayırırlar və bunların böyük əksəriyyətdə bir arxiv olaraq, bir sənəd olaraq otaqlarda toz basmış şəkildə yığılır üst-üstə. Və mən sizdən xahiş edirəm ki, biz bir komandirlərimiz, belə deyərdim, başda olmaq şərti ilə
bir qurum yaradaq və həmin vətənpərvərlik mövzuları ilə bağlı yazıların hər birini çap etdirmək üçün ora vəsait ötürək və onunla başında duranlar yenə də siz Laçınlılar, biz Laçınlılar olaq. Və mən hər birimizdən bunu umuram və inanıram ki, bu təşəbbüsümə reaksiya verəsiniz və bu gün də bu təşəbbüs baş tutacaq. Hər birimizə can sağlığı, uzun ömür açında görüşmək ümidilə. Sağ olun. Mən yaşlı olsam da, elə yol keçmişəm ki, mənim biraz dünya görüşüm başqa cürə. Mənim xoşum gəlir ki, hər kəs həqiqət desin, doğru söz desin. O sözlər bilavasitə dövlətə, millətə, xalqa xidmət edəsin, onun xeyrin olsun. Allah rəhmət eləsin bizim şəhidimizə belə tədbirlər mən arzu edirdim ki, tez-tez olsun. Neçə nəfər varsa, onların hansı gün şəhid olub varsa, onun məclisi keçirilsin. Mən də nə qədər sağam, dəvət edəsək gələcək. Qaldı ki, bu ailə ilə tanışlıq məsələsinə mən Cabbarov tanıyırdım və o işə dəvət olunanda onu Laçınlar özləri təklif eləmişdilər. Bakı kimi elə oldu ki, bir Əliyev vardı. Demək, prezident aparatında bu ərazi idarə eləmə şöbəsinin müavini. Sədr yoxdur, işlər o aparır. O, mənə dedi belə, falan dedim, valla mən tanımıram. Amma Laçınlar deyibsə, olsun. Elə də oldu, orada Cabbarov göndərmələri olmaq. Mən də o vaxt xeyli demək, pul artdırmışdı, başına ağrıları xəbəri yoxdur. Onun da nə üçün o vaxt belə çətinlik vardı, pul tapılmırdı. Mən sən nazirlərlə danışırdım, biri quyu qazmaq üçün, biri yol çəkmək üçün, biri nə bilim, mən ev tikmək üçün və s. Onlar ayrı-ayrı nazirliklər, onlarla söhbət aparmışdı və beləmizin gəlmişdi 1 milyard 400 min manat məbləğində pul taxta köprüdə Laçınların məskunlaşmasına şərait yaratmaq üçün. Ona görə də onunla bağlı mən Cabbarovla xeyli söhbət elədim, öz fikirlərimi dedim. Vaxtınızı almaq istəmirəm ki, o pulda nəzarət eləsin, səbəbləri iş keçsin və s. və elə. Ondan da qabaq düzü, biraz mən çox cavan vaxtımdan millətçi olmuşam. O da niyə? Moskvada oxumuşam, Kürtlərlə işləmişəm, ermənilərlə işləmişəm, ruslarla işləmişəm, təmasda olmuşam və s. Bu böyük parametrdir. Sizə bir cür gəlməsin, millətçi olmasa, o öz gələcəyi müdafiə edilmir, indi isə o xüsusi önəm kəsb edir. Laçınla bağlı mən işdə olmadım, yəni məsul işlərdə əlimdən gələn eləmişəm, mənə tanıyanlar da bilirlər. Amma deyim ki, bu şablon söhbətdən incimli Laçınlara çəkmək lazım. Laçınların öldüyü bir söz var, deyir ki, donuzu darıdan nə deməyini çıxmır. Elə gələ Qarabağlılar demişən Qarabağları çıxartmaq üçün qolmasına çıxmalı, torpağını müdafiə eləməlidir. Bu yaxınlarda Rusiyalı bir məmur, prezidentin müşaviri, sonra bir neçə vəzifəsi, elmi tədqiqat institutunun müdürü olan bir nəfərlə bizim bir jurnalist, Ruslar demişdən Sabisedin apardı. Orada çox suallar, o da təbii ki, sağa-sola sürüşdürdü sualları, özü bildiği kimi izah ederdi. Axırda o CBC-nin baş redaktorun torpaqlarla bağlı sual verəndə, əgər baxmışsa, o dedi ki, gəlin belə danışaq da, eyfariyə uymaq lazım deyil. Nə Rusiya, nə Fransa, nə Amerika heç bir millətin torpağını ağır eləməyəcək. Millət özü öz problemin həll eləməlidir. Bu bir həqiqətdir. Onun cavablarından ən xoşuma gələn də elə oldu. Mütləq və mütləq birləşmək lazımdır, gözəl bir sərkərdə ətrafında və ölməkdən, qalmaqdan qorxmaq lazımdır. Biz deyirik, torpağı alacaq, belirləyəcək. Bu, mənim başıma qədər yerləşmir.
Ona görə ki, ermənin hətta Türkiyədə, Azərbaycanda törətdiyini getmirəm çox qədimə, axırıncı 100 il, mənim 3 cildliyim var. Bunlar hamısı araşdırılıb, faktlar var. Yəni 100 ildə erməni cavab verməmiş. Ona görə də rəhmətlik generalımız nə idi? O vaxt 15 gün nazir oldu. O İskəndarovun Rəşadlı, İskəndarovun evində onunla tanış olmuşdum. Mənə tanıyırdı, gəlmişdi Nazirlər Kabinetdə. Mənə dedi ki, sən bu prezidentle danış, heç nə lazım deyil, bu dəqiq. Heç nə lazım, mən nə belə şey istəmirəm, nə heç nə. Bir dənə mənə icazə versinlər, partisan qatiliyat yaradım, Belarusiyada kimi. Ancaq onun silah-sursatını təmin eləsinlər. Və düzü mən dedim, başqalarına dedim, prezident dedim, hamısı bəyəndi, ancaq faydası olmadı. Benim dostumuz dedi, doğrudan da bu partizan dəstələri yaratmaq Azərbaycanda çox vacibdir. Bunun üçün bizim heç kimin qarşısında ötəçiliyimiz yoxdur. Həqiqətən də Dağlıq Qarabağda, onun ətrafında, hətta içərilərə onlar gelib, bu ölüb, şəhid olubdur. Bir var geçsin 10 adam öldürsün, bir var bir adam öldürsün, ölü ölsün. Onları bir qorxuya vaqilə salmaq lazımdır. Və biraz da olan deyək ki, bu biri dövlətlərə, bu da söhbət aparan dövlətlərə bir dərs olar. Belə bir şey, söhbət uzundur, dərs ağırdır. Bir söz də deyil, nöqtə qoyum. Mənə gülməyin, mənim 2 qurbanım var. Bunun bir hardasa 3-4 il tarifi var. Və hətta buna qədər mənim yaşım da var da, o deyir ki, bir də gördüm, yatdım, durmadım. Arz eləmişəm ki, bu 2 məsələ həyata keçsin, o qurbanları içəsin. Biri, təbii ki, torpaqların birinci növbədə Laçının azad olması. İkincisi isə Rusiyanın bir də parçalanmasıdır. O olmasa bizim üçün çətin olur. Mən arz edirəm ki, Laçınlar öz köhnə tələbəmə qaydasını unutmasınlar, mənəviyyatlarına, adət-ənələrine sadiq qalsınlar, biraz da bir-birlərində biraz da mehriban olsunlar, yeri gələndə bir-birlə əl tutsunlar, arxa çevirməsinlər və doğrudan da evlərində, ailələrində Laçın təbii ilə, onu dedilər məndən əvvəl, demək insanlarımızı yetişdirsinlər. Amma bir məsələni də deyim ki, vətən itirib də, bu boyda insanlar vətən itirib. Elədir. Buna qorxu eləmək lazımdır. Deməklər var ki, mən torpağımı istəyirəm. Bütün o Qarabağ əhalisi ayağa qalsa, tələb eləsə, vallahi billahi, yadınıza salın, Raşid Çoğu, Rus asiyerli yadınızda yamayla, Lahatiyətlə bundan yaralarlar. Sən bunlar müvəffəqiyyət, həmişə Laçanı kimi qalmamış. Təqdim edildə deyim, oradan da ana üçün çox çətindir. Amma buna baxmayaraq, mən istəyər bir Zəfər xanımda nə qədər çətin olsa da fikirlərimi söyləsin. Xahiş edirəm, diqqətlə qulaq asmaqlarınız lazımdır, diqqətlə qulaq asın. Hamınızı salamlayıram. Və sizi mənim oğlumun anım gününə gətirən ayaqlarınız var olsun deyirəm. Sonra mən bir şey haqqında danışım. Oğlum haqqında danışmayacağım. Siz hamınız danışdınız. Ağzınız var olsun. Çox sağ olun. Hamınız dediniz. Mən onun haqqında danışmaq istəmirəm. Televizorda mən də eşitdim. Laçınlar döyüşməyib, Laçınlar şəhid verməyibdi. Düz deyir. Ona görə düz deyir ki, 24 ildir o haqda heç kim heç nə demədi, dedisə də arxada qaldı. Ləman Ələşrəf qızı nə bilir ki, Laçın köçməmişdən əvvəl Laçında 10 nəfər şəhid var idi. 10 nəfər. İkisi köhnə kətdən idi, birinin oğlu burada oturub əvəzməli. 5 nəfər küçənin ortasındaydı, 2 nəfər su arasındaydı, 1 nəfər Rıza şəhərin tərəfindəydi. Bunu Ləman bilmir. Ona görə də deməlidir, haqqı da var. Sonra keçirəm özümüzə. Bütün analar, şəhid analar kimi isə, balası ölmüş analar kimi, mən də onların keçirdiyi hissi keçirirəm. Amma mən biraz nəsə dərinə gedirəm. Özümdən asılı deyil. Hər hansı bir evə bədbəxtlik üz verəndə
o evdə bir aclıq əmələ gəlir. İstər-istəməz yeyirsən də, oturursan, durursan, amma o aclığı doldura bilmirsən. O mənəvi dəstək aclığı idi. Bizim ailəmizdə o aclıq oldu. Heç kəs qapımız açın, mən demirəm, qohum evladım sağ olsun, dostlar sağ olsunlar, hamınız sağ olun. Nəsə, bəzi adamlar, evdə oturduğun yerdə, onu da görün, dərdlə baş-başa qalmışsan, televizorda Zakir müəllimi istəyirlər. Xeyr, mən bir söz demirəm, amma o adam düşünməliydi ki, o adam düşünməli, əgər Zakirin günahı olsaydı, sən Heydər Əliyevdən artıq adam deyilsən, Heydər Əliyevdən də savadlı deyilsən. Zakirin cəzasını verərdi. Bu belə. Mənəvi aclığı doldurmaq 21 ildən sonra bizə qismət oldu. Mən çox sevinirəm. Demişəm, ağlamayacam. Ağlamayacam, çünki mənim arxamda belə bir elim var. Gəlməyiblər, mən başa düşürəm, hələ bir rayondadır. Heç kəsdən ummuram, küsmürəm. Oğlum şəhid olub gələndə bəzi kişilər Cabbarov Muradxan bizə gəlməyənə kimi heç biri gəlmədi. Sonra gördülər ki, gəldi Qəzənfər müəllim. Başladılar ilinə qədər bir-bir gəlməyə. Bax, o bizdə mənəvi aclıq idi. Mənəvi dayaq aclığı idi. O mənəvi dayaq aclığını bugün Ramil müəllim, onun qrupbası, Qəzənfər müəllim, sizlər hamınız və bu işdə Ramil müəllimə bir nöqtə qədər də kömək eləmiş insanlara mən minnətdarlığımı bildirirəm. Çox sağ olun, çox var olun. Mən minnətdarlığımı bildirirəm sinif yoldaşlarına. Hərə bir işdədir. İşlərini buraxıb gəldilər. Mən minnətdarlığımı bildirirəm döyüş yoldaşlarına. Allah onun torpağı sana hamınız ömrü versin. Şəhidlərdən kəsən ömrü Allah cavanlara paylasın. Sağ olun. Çok temkinli, çok güzel konuştunuz. Çıkış için söz Azərbaycan Respublikası Milli Məclisinin deputatı, bizim həmyeğrimiz Mahir Abbas'dan. Hörmətli həmvətənlər, hörmətli Laçınlar, mən sizin hamınızı burada görməkdən çox şadam. Çox təəssüflər olsun ki, biz belə bir günlərdə görüşməyə məhkumum. Mən vətən uğrunda şəhid getmiş bütün Azərbaycan övladlarının və burada vətən uğrunda döyüşmüş insanların hamısının qarşısında başlayım. Bu günləri Elnurun adı mərasimidir. Mən hesab edirəm ki, bu mərasim Azərbaycan Respublikasında hər bir şəhidə sanki verilmiş bir qiymət kimidir. Çünki bizim üçün şəhidin fərqi yoxdur. O Laçınlıdır ya digər rayonlardır. Necə ki, bütün Laçınlılar üçün bir vətən anlamı var. Bu vətən uğrunda döyüşmüş insanlar da, bu vətən uğrunda şəhid getmiş insanlar da, bu vətən uğrunda əlil olmuş insanlar da, itkin düşmüş insanlar da hər biri bizim üçün çox əzizdir. Taleyin qisməti elə rast gətirmişdir ki, 92-ci ildə mən də sizin kimi elimizdən, obamızdan, kəndimizdən, kəsəyimizdən didərgin düşəndə Sumqayıt şəhərində məşğullaşmışdım. Ola bilsin, bəzi Laçınlar Bakıda, Azərbaycanın digər rayonlarında 58 rayonunda məşğullaşmışdır. Biz də Sumqayıt şəhərində məşğullaşmışdıq. Elnur da mənim aramda 2 yaş fərqi var idi. Elnur, səhv etmirəmsə 73-cü il təvəllüdüdür. Mən 75-ci il təvəllüdüm. Ona görə biz Sumqayıtda işlədik, yaşadığımız müddətdə bizim ən gənc vaxtlarımıza düşürdü. Elnurla bir yerdə futbol oynuyorduk. Elnurla bir yerdə axşamlar görüşürdük, dərdləşirdik. Və atamın iş fəaliyyəti də elə idi ki, Zakir müəllimlə həmişə təmasda olurdu. Bu bağlılıqlar bizi həddindən artıq çox bağlamışdı. Amma neyiniyək ki, taliyin qisməti elə gətirdi ki, Elnur vətən uğrunda döyüşlərə qatıldı və vətən uğrunda döyüşlərə qatılaraq özünün ən böyük zirvəsi olan, hamımızın həsədlə baxdığımız bir zirvə olan şəhidlik zirvəsinə qədər yüksəldi.
Ben bayaqları bura gələndə soruşdum. Dediler ki, deyəsən o hər bir məktəbə qəbul ola bilməyibdir. 2 il bundan öncə bilirsiniz ki, belə bir təşəbbüs oldu ki, məcburi köçkün ailələrindən xüsusilə Azərbaycanın hər bir məktəblərinə qəbul sürətləndirilsin. Bunun üçün də Laçın rayonunda bu təşəbbüsə qoşulubdur. Hər il Laçın rayonundan kifayət qədər uşaqlar hər bir məktəblərə qəbul olurlar. Mənim xatirimdədir, keçən il mənim atam mənə dedi ki, Zakir müəllimin də bir nəvəsi hər bir məktəbə aslında imtahan veribdir. Müəyyən deyəsən mərhələləri keçmişdir, amma deyəsən qəbul ola bilməyibdir. İndi deyəsən hər bir əskəri xidmətdədir. Allah canını sağ eləsin, vətənə borcunu verib, ailəsinə, valideynlərinin yanına qayıtsın inşallah. Nə gözəl. Və düşünəndə ki, bu ailədə görün nə qədər ənənələr qalır ki, bir ailə şəhid verir, o şəhidin adını bir balasına qoyur və o bala da böyüyəndən sonra həm özünün istəyi, həm valideynin istəyi, həm Laçın rəhbərliyinin istəyi ilə o hərbi sənətini seçir ki, o da şəhid olmuş həmsi kimi vətənin uğrunda əlində silah vətənin qorunmasına məşğul olsun. Mən hesab edirəm ki, hamınız bilirsiniz, biz Laçın rayonundan işğala məruz qalanda erməni bizim Laçından hamımızla qarşı döyüşürdü. Orada fərqi yox idi, bu Laçınlı vəzifəlidir, vəzifəsizdir, pulludur, pulsuzdur, imkanlıdır, imkansızdır, hansı millətdəndir, hansı dindəndir. Əgər düşmən bunu bizə fərq qoymursa, bunu bizim özümüzə fərq qoymağa heç bir haqqımız yoxdur. Siz mənə göstərə bilmərsiniz, ya da mən sizə bir nümunə göstərə bilmərəm ki, Laçının deyək ki, hansısa bir imkansı, hansısa bir vəzifəsi qaldı Laçında, erməni də deyir ki, sən burada yaşa. Belə bir əlamət yoxdur. Ona görə mən düşünürəm ki, o zamanlarında Laçın rayonu rəhbərliyində bunu etiraf etmək lazımdır ki, ən yaxşı bir nümunə idi ki, Laçın rayonu icra hakimiyyətinin bacısının övladı vətən uğrunda döyüşlərdə iştirak edir. Deməli, o kişinin haqqı var ki, hər bir Laçınlıdan da tələb edə bilsin ki, sənin də övladın vətən uğrunda döyüşlərdə iştirak etməlidir. Bu vətən bizim hamımızın vətənidir. Quş quşdur. Quşa öz yuvası çox istəklidir. Heç bir Laçınlı, heç bir Azərbaycanlı istəmir ki, demək olmaz ki, Qarabağın qayıtmasını istəmir. Bilirsiniz ki, ölkə rəhbərliyi tərəfindən Dağlıq Qarabağın, Azərbaycanın işğal olmuş rayonlarının geri qaytarılması üçün siyasi mübarizə aparılır. 92-ci ilin formatında ATƏT Minsk qrupunun tərkibində Azərbaycan Respublikası ermənilərlə danışıq aparır ki, torpaqlarımız geriyə ayrılsın. Siz burada yəqin ki, uzun müddət siyasətlə məşğul olmuş insanlar da bilirlər. Bu, dövlətin apardığı siyasətdir. Bu siyasət illərlə xalqın istəyinə sökənmiş bir siyasətdir. Və bu siyasət nəticəsində biz bu danışıqlardan imtina edə bilməliyik. Baxmayaraq ki, Cənab Prezident hər dəfə çıxışında ATƏT Minsk qrupunun fəaliyyətini dönə-dönə tənqid edir. Amma buna baxmayaraq, biz beynəlxalq aləmdə vəhşi xalq, mühasib istəməyən xalq imicini aradan qaldırmaq üçün bu siyasi mübarizələr aparılmalıdır. Həm ATƏT Minsk qrupu çərçivəsində, həm Birləşmiş Millətlər Təşkilatı çərçivəsində, həm MDB çərçivəsində, həm İslam Konfransı çərçivəsində bu siyasi mübarizələr aparılır. Əgər siyasi yollarla bizim torpaqlar geri qaytarlarsa nə yaxşı olar? Şəhidlər olmaz, analar, valideynlər övladsız qalmaz, övladlar valideynsiz qalmaz və bir gündə biz də öz istəyimizi çata bilərik. Bu, dünyada belə bir, mən elə deyək ki, təcrübələr var, Avropada bu təcrübələrdən yararlanıbdır. Amma inşallah zaman gələr biz də bu təcrübədən yararlanarıq. Amma bu heç o demək deyil ki, Azərbaycan dövləti torpağının geri qaytarılması üçün ancaq siyasi mübarizə aparır. Burada keçmiş döyüşçülər iştirak edirlər, hərb sənayesində sözünü demiş, vuruşmuş, döyüşmüş insanlar sözünü deyirlər. Burada iştirak edirlər, onların iştirakçı ilə fürsət bilərək deyirəm ki, siz hamınız hər il fikir verirsiniz Azərbaycanın dövlət büdcəsindən Azərbaycan ordusunun saxlanması üçün, orduya müasir silahların alınması üçün ayrılan xərclər Ermənistanın ümumi büdcəsi qədərdir. Əgər siz fikir verirsəniz, bu illəri Azərbaycan Respublikasının dövlət büdcəsi neftin barelinin dünyada 90 dollardan 50 dolar uçməyi nəticəsində büdcəmiz 20 milyarddan təxminən 15 milyardlıq bir büdcəyə girmişdir.
Orada iki prinsip ölkə rəhbərliyi tərəfindən qorunub saxlanmışdır. Onlardan biri sosial layihələrin dayandırılmaması, yəni heç bir pensiya, əmək haqqları və müavinatların aşağı salınmaması və bizim üçün ən önəmlisi isə ordunun yaranması üçün ayrılan xərclər. Fikir versəniz, görərsiniz ki, büdcənin dəyərləri aşağı düşməyinə baxmayaraq, keçən il büdcəsinə nisbətən bu ildə Azərbaycan ordusuna ayrılan vəsaitlər biraz artırılmışdır. Bu, Azərbaycan dövlətinin, ölkə rəhbərinin ordunun yaranmasına, ordunun maddi-texniki bazasını yaxşılaşdırılmasına, orduda xidmət edən əskər və zabitlərin həyat şəraitinin yaxşılaşdırılmasına, ən ümidəsi orduya alınacaq müasir silahların sayının artırılmasına olan fikridir, diqqətidir. Mənə elə gəlir ki, işğala məruz qalmış bir rayonun əhalisi kimi bu bizim hamımızın ürəyindən xəbər verən bir siyasətdir. Mən inanıram ki, bugün Azərbaycan ordusu möhkəmlənəcək. Bilirsiniz ki, Qarabağın qaytarılması, işğal olmuş torpaqların qaytarılması təkcə Azərbaycan-Ermənistan müharibəsi deyil. Bunu burada iştirak edən insanların çox böyük əksəriyyəti bilir. Bunun arxasında çox böyük siyasi qüvvələr durur. Bu təkcə Azərbaycanın işğalı ilə bağlı deyil. Bu, bütün Türk dünyasında, İslam dünyasında qarşı aparılmış bir mübarizədir. Amma siz fikir verirsiniz, ölkə rəhbəri, ölkənin baş diplomatlarını da göstərişini həmişə verir ki, biz müdafiə sistemindən, müdafiə diplomatiyasından hücum diplomatiyasına keçməliyik və çox şükürlər olsun ki, istər Amerikada, istər Avropada, istər MDB çərçivəsində Azərbaycanın dostlarının sayı artmaqdadır. Azərbaycanın sözünü deyən insanların sayı çoxalmaqdadır və düşünürəm ki, düzgün aparılan siyasət zaman gələcək, bir gün bizim torpaqların işğaldan azad olunmasına gətirib çıxaracaq. Bizim torpaqlar nə qədər ki, işğal altındadır, Laçın uğrunda şəhid getmiş 300-dən artıq şəhidin, bu uğurda öz sağlamlığını itirmiş insanların, bu Laçın uğrunda öz iqtidarını düşmüş insanların qarşısında bizim, mənə elə gəlir borcumuz çox böyükdür. Nə zaman bu torpaqlar geri qaydacaqsa, nə zaman işğaldan azad olunacaqsa, biz bir gün hansı yollarla olsun, Laçına qaydacaqsa, düşünürəm ki, o zaman biz şəhidlərin də qarşısında, sanki ruhunun qarşısında biz öz borcumuzu vermiş olacaq və eyni zamanda Laçın uğrunda sağlamlığını itirmiş insanların qarşısında. Mən sizin hamınızı bugünkü tədbirə gəldiyinizə görə təşəkkürümü bildirəm. Allah Elnur'la bərabər döyüşlərdə iştirak etmiş, şəhid olmuş insanların hamısına Allah'tan rəhmət diləyirəm və bizim üçün və mənim üçün ən önəmlisi odur ki, baxanda zala, baxanda Laçınlara, baxanda Azərbaycan ordusuna düşünürsən ki, Elnur'un davamçıları daha çoxdur. Deməli, bizim içimizdə vətənə qayıdış olan hissi elə bir ki, hamımızın nə zamansa biz torpaqlarımıza qayıdacaq sizin ölməməsinə bərabər bir şeydir. Sağ olun, minnətdaram, hamınıza təşəkkür ederim. Mən hesab edirəm ki, çıxışları dayandılar. Və həm də nəzərinizə çatdırıram ki, və sizin üzünüzdən oxuyuram ki, hamı burada çıxış eləmək istəyərdi. Hamı öz fikrini, çünki bizim hamımızın dərdimiz eynidir. İnsanları dünyada həmişə dərddən çox birləşən ikinci bir şey yox, dəyər yox. Xoş gündə, deyib gülməkdə, imkanlı olmaqda insanlar heç vaxt birləşdirir, amma insanların ortaq dərd olanda insanlar daha çox birləşirlər. Və biz də bu dərdimizin ətrafında biz birləşmişik, çünki dərdimiz ümumi vətən, ümumi Laçındır. Mən istəyirəm bir məsələnin sizin diqqətinizə çatdıram. Deməli, Elnur'un valideynlərinin, o gün mən oxudum, hardasa yanım Elnur Xırman, mən bilirəm ki, Elnur Laçında durur, məsələlərdə, yəni, Xırmanlarda, çünki mən Laçına, yəni, valideynləri Xırmanlar kəndinlərdir, mən bəyək dedim, mamasını da tanıyırdım, amasını da rəhmətli, gözəl müəllimlər olmasaydı, tanıyırdım. Həmin kəndin ziyalıları, kəndin məktəbi, məktəbin pedagojik kollektivi və şagird kollektivi belə bir təşəbbüs qaldırıblar. Şəxsən mən çox adım işləyirəm bu təşəbbüsü ki, məktəbin burada qərar da təklif ediblər mənə. Məktəbin deməli adını dəyişdirərək Elnur Cabbarov adına Xırmanlar tam məktəbi adı ilə adlandırılmasını belə bir qərar qəbul edir. Və mən bu qərarı şəxsən özüm vətəndaş olaraq, Laçınlı olaraq bəyənilən alqışlayıram, amma bunun hüquqi tərəfi var. Onu nəzərinizə çatdırım ki, hüquqi tərəfini isə mən
xahiş edərdim bizim çox hörmətli icra hakimiyyəti nümayəndəsindən ki, mən bu qərarı verəm ona, məktəbin direktoru siz də bəyəkləri verirsiniz kağızı mənə. Siz bunun daha hüquqi cəhətdən təsdiq olunurkən möhürlənmiş olmasını Yaqub müəllimə nəqə saxlayıb verirsiniz. Yaqub müəllimə onun deməli o hüquqi tərəfini həll eləsin ki, doğrudan da yaxşı təşəbbüsün məktəb Elnurun adına, ümumiyyətlə şəhidlərimizin adına böyük. Və mən bəyək etdiyim kimi də Elnurun adına keçirilən bugünkü anın tədbiri bu bütün Laçından şəhid düşən 300 nəfər civarında olan insanın adına keçirilən bir anın tədbiridir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizim torpaqlarımız, mən bəyək çıxışda edənlər də dedi, Mahir müəllim daha ətraflı o məsələləri qeyd elədi. Bu siyasi bir bəladır və STR-nin dağılması, yəni onun xarabaları altında bizimlər sanki bir bina uçuquz onun altında qalır. Və hakimiyyəti, siyasi hakimiyyətin olmamaları, rəhbərliyin olmamaları, əsasla mən kəsin fikrimdir. 91-ci ilin noyabr 20-sində olan bu qətl ki oldu Azərbaycanın siyasi elitasına qarşı, orada bizim çox dəyərli insanlarımız məhv elədilər, erməninin düşünmüş şəkildə mərkəzdən onları Qarabağ problemini həll edən qüvvələrin planı idi və ondan sonra da Azərbaycanın bizim doğru dildən desə, basın dildən desə, dönərgəsi döndü və biz də güçlük deməli, məcbur köşkündür. Bugün tədbiri müəllimdir, sonra yetirirəm, bağlamaq, elan eləməkdən əvvəl istəyərdim ki, Laçın və Laçın qrupu, Qarabağ İndiyo az saydı və digər burada zəhməti keçən bütün bu təşkilatlara hamısını, dərin minnətdarlığını sınavımızdan bildirim və xüsusilə də bu gənclərimiz var, burada Ramil Cəbrayil, Mirzəyev, bizim İbrahim, Ərşad müəllim və burada digər yoldaşlar var, zalda sizinlə bərabər otururlar. Yəni, xüsusilə də Ramil zəhməti, İbrahimin zəhməti çoxdur bu işlər və onlara da mən uğra razı edirəm, bir minnətdarlıq borcunu sınavımızdan onlara sunuyorum. Çox sağ olsunlar və sınavımıza bir daha təşəkkür edirəm və gəlin hamılıqda bir yerdə Allah rəhmət eləsin deyərli ilmiqlarımıza və arz eləyək ki, biz arz eləyək ki, inşallah Allah bizim dövlətimizi daha güclü eləsin, ordumuzu daha güclü eləsin və bu tövləti bizim o günlərimdən gəl özür istəyirəm, mən çox şey saxlanıram deyirəm. Sosial şəbəkələrdə bir Azərbaycanlı bizə erməniyə gelib ki, onu biz qaldırmışıq. Böyük bir şəbəkə. Şuşa kimi, Laçın kimi dəkarətimiz bozulmuşdur. Biz bir dənə Azərbaycanlı erməni mühücümdə yaşayan, Rusiya mühücümdə yaşayan bir qızın ərə gedib. Bunu qaldırmışıq böyle, bütün sosial jurnallar, sahiplər, müləmsin, nəzər getirsiniz yoxsa yox. Gelib də, geçsin özü bilər. Bizim Şuşa kimi dəkarətimiz, Qarabağın, Azərbaycanın dəkarətidir. Elə erməniyə ərə getməkdən də biz bizim torpaqlarımızın inşallah. Yəni bu da bir fərqlərdən asılı deyil. Bu dünyada deyilən bəyək deyilən siyasi proseslərin nəticəsi. İnşallah hamımız əmin olaq ki, inşallah bizim torpaqlarımız şuna açıq, inşallah nazar olacaq. Hamımıza olurlar. Çox təşəkkür edirəm. Elnurun Valideynə, anasının adına sizə minnətdarlıq bildirirəm ki, özü də dedi. Əziyyət çəkib gəlmişsiniz, çox sağ olun. Haqqınızı alın. Sağ olun.